Ukrayna texnoloji inkişaf üçün zəruri olan kritik xammal və nadir torpaq metal ehtiyatlarına malik ölkədir. Məhz bu səbəbdən son günlər ABŞ və Ukrayna arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Donald Trump ABŞ-nin mineral və nadir torpaq metallarına çıxışı ilə bağlı iki ölkə arasında razılaşmanın hələ də qüvvədə olduğunu bəyan edib. Məlumdur ki, razılaşdırılmış sənədin imzalanması ötən həftə Trump və Zelenski arasında kəskin qarşıdurma nəticəsində pozulub. Bundan sonra Trump ABŞ-nin Ukraynaya hərbi yardımını müvəqqəti dayandırdığını bildirib. Lakin Kiyev ümid edir ki, ABŞ-nin Ukraynanın təbii sərvətlərinə imtiyazlı çıxış perspektivi Trump'ı uzun müddətli təhlükəsizlik zəmanətləri üzrə öhdəlik götürməyə inandıracaq. Trump daha əvvəl deyib ki, sövdələşmə ABŞ-yə 2022-ci ildə Rusiyanın geniş miqyaslı işğalı başlayandan bəri Ukraynaya göstərilən maliyyə yardımını geri qaytarmağa imkan verəcək. Onun sözlərinə görə bu rəqəm 350 milyard dollar təşkil edir. Ukrayna prezidenti Volodymyr Zelenskinin sözlərinə görə hazırda Rusiya Ukraynanın mineral ehtiyatlarının təxminən 20%-nə nəzarət edir. Ukraynanın baş naziri Denis Şmigal bəyan edib ki, Kiyev istənilən zaman ABŞ ilə mineral hasilatı ilə bağlı saziş imzalamağa hazırdır. Prezident Trump isə sövdələşməni qüvvədən düşüb-düşməməsi ilə bağlı suala cavabında söyləyib. Xeyr, belə düşünmürəm. Hesab edirəm ki, bu bizim üçün əla bir razılaşmadır. Fransa prezidenti Emmanuel Macron ilə birlikdə ABŞ-yə təqdim olunacaq atəşkəs planının hazırlanmasına rəhbərlik etməli olan Böyük Britaniyanın baş naziri Keir Starmer isə Trump'ın təklif etdiyi mədən sazişinin Ukraynada dayanıqlı sülhün təmin edilməsi üçün kifayət qədər təhlükəsizlik zəmanəti olmayacağını bildirib.